Yazırlar, yüzürlər, ay İran belə getdi, İran nə bilim Erməniyə kömək elədi. Yalansa Allah adamın belin qırsın. Həqiqəti bilmirsiniz və deyirlər ki, görürsünüz Azərbaycan İsrailə kömək eləmədi, Amerikaya kömək eləmədi, ona görə İran vurmur Azərbaycanı. İran, onu deyim, Azərbaycan İsrailə necə lazımdır kömək edir, indiki kömək deyil, həmişə eləyib. İranı bombardman edirlər Azərbaycanın nefti ilə. Yəni Azərbaycanın nefti gedir İsrailə. Bu bir. Amma İran nəyə görə Azərbaycanı vurmur? İran bilir hansı nahiyələrdən, hansı təhlükələr İrana gəlir və hətta rəisinin ölümü də oradan gəldi və hətta İranın bəzi mənbələri rəhbərin ölümünə də Azərbaycanı günahlandırırlar ki, müəyyən köməklik oradan gəlib, hansısa yollarla. İndi onları inşallah biz gələcəkdə